Kim dünyanı istər, kim ahirəti. Bəzi mömin qardaşlar təmayül elədilər ki, Qur'an-ı Kərimdən dünya və ahirətin barəsində nazil olan ayələrdən bir neçəsinin izahlı tərcüməsini verim. Çünki insanlar elə düşünürlər ki, dünyanı istəyən adam day ahirəti istəyə bilməz və yaxud ahirəti istəyən adam day dünyanı istəyə bilməz. İnsanlar bu cür başa düşürlər ki, elə bil bu dünya ilə ahirət bir-birinə müxalifdirlər. Bunlar bir-birinə müvafiq deyirlər, düşməndilər bir-birinə. İnsanların düşüncəsində, fikirlərində bu cür çıxır. Çünki buyurur, kim dünyanı istər, kim ahirəti istər. Ayələrə baxanda görürük ki, Qur'an-ı Kərimdə dünyanın barəsində iki hissə ayələr nazil olub. Ayələrin bir hissəsi dünyanı tərif eləyir. Bir hissəsi dünyanı məzəmmət eləyir, insanı çəkindirir dünyadan, bərhəzər eləyir insanı dünyadan. İndi o ayələrdən bir neçəsini mən sizlər üçün oxuyum. Məsələn, insan deyir ki, dünyada insanın varı olsun, insanın dövləti olsun, maşınları olsun, dükanları olsun, evləri olsun, şəraiti olsun, hər bir şeyi olsun. Bu insanın dünyada olsa yaxşıdır, yoxsa yaxşıdır, pisdir. Ayələrə baxanda görürük ki, Qur'an-ı Kərimdə dünyanın malından yaxşı bir şey kimin adı gətirir Allah? Məsələn, vəsiyyətin barəsində Əl-Bəqərə surəsinin 180-ci ayəsində Allah buyurur ki, İn tərəkə xeyrən əl-vəsiyyətü lil-valideyn vəl-əqrəbinə bil-ma'ruf. Buyurur, bir adam bir xeyri tərk eləyə. Yəni, bir adam dünyasını dəyişə, ondan xeyri qala. Bir adam vəfat elədi, ondan dünya malı qaldı. Dünya malı yaxşı bir şeydir ki, Qur'an-ı Kərimin Əl-Bəqərə surəsinin 180-ci ayəsində Allah ondan bir xeyri kimin ad gətirir. Əgər dünya malı pis olsaydı, buyurardı bir adam vəfat eləyə, ondan şərri qala. O cürdür. Dünya malı yaxşıdır ki, Allah ondan xeyri kimin ad gətirir. Məsələn, Əl-Bəqərə surəsinin 28-ci ayəsində dünya malını, maaddi şeyləri Allahın neməti kimin bizə buyurur. Xələqələkum ma fil ərzi cəmiyyə. Allah dünya neymətlərini siz üçün yaradıb. Dünyanın malından Allahın neməti kimin ad gətirir. Başqa bir surədə, Cümə surəsinin 10-cu ayəsində var, buyurur. Fəizə uziyyətis səlat. Elə ki, namazı qıldınız, qutardınız, namaz qılındı, qutardı. Fəntəşiru fil ərz. Dağılın yer üzündə. Gedin kəsb üzün dalıca. Ticarət elə, işdə, al ver elə, həlalən təyyib.